Koronar angiografiya ürək damarlarının yoxlanılması mexanizmasıdır. Bunu bəsətcə necə izah eləmək olar? Necə mədəsi ağrıyan xəstə gedir, mel içir, rəngli maddə içir. Bu rəngli maddə qida borusu, mədə, 12 barmaq bağırsaqla keçdiyi müddətdə filmlər çəkilib, problemin qida borusundan mədədə, 12 barmaq bağırsaqda olduğu görülürsə və yaxud burada eroziyadır, qastritdir, xoradır, pis xəstəliklərdir, bunun dolmasına bağlı olaraq alınan filmlərdə görülən müayinənin ürək üçün olan versiyasıdır. Burada da damarları görüntüləyəcəyimiz üçün təbii ki, bu rəngli maddə dərman damara vurulmalıdır. Onun üçün də əvvəllər istifadə edilən metod bud arteriyasıdır. Ayaq damarındakı böyük arteriyadan girilib, ürək damarlarının ətrafına qədər gərilib, rəngli dərman buradan verilirdi. Bu rəngli dərmanlar ürək damarlarına dolduğu şəkildə eyni mədədə olduğu kimi filmlər çəkilirdi. Yəni video filmlər. Günümüzdə bud arteriyası demək olar ki, tərk edilib, əksər angiografiya metodları əldə mil arteriyası dediyimiz əl biləyindən aparılır. Bunun səbəbi nədir? Bud arteriyası böyük damardır. Zədələnməsində, fəsadlaşmasında qanama ehtimalı, orada damarın yırtılması, anevrizma, hematom dediyimiz damar ətrafına qan yığılmaları çox ağır fəsadlara gətirə bilər və xəstənin yeriməsini əngəlləyə bilər. Halbuki əldəki mil arteriyasının bu damar olduqca incədir və rahatlıqla basılıb, burada sıxılmaqla qan saxlanıla bilər. Çünki burada heç bir əlavə qanın qaçıb, gözdən qaçacaq, dəri altına yığılıb, qan axışını pozacaq, damarları sıxacaq, sinirə təsir edəcək bir yer yoxdur. Birinci şey budur. İkincisi, xəstə üçün komfortludur. Ayaqdan edilən angiografiyada, angiografiyanın dayanması üçün 4-6 saat ayaqdakı damarın üstündə qum torbası qoyulur. Halbuki əldən edilən angiografiyada belə bir fəsad yoxdur və xəstə həmən ayağa qalxa bilər, bir neçə saat sonra evə gedə bilər, hətta əldən stent qoyulubsa, eyni axşam evə də gedə bilər. Yəni, xəstənin xəstəxanada yatış müddəti azalır və komfort artır. Üçüncü səbəb, ayaqdakı damarın yanında çoxlu digər böyük damarlar, sinirlər var. Halbuki əldəki damarın mil arteriyasının yanında heç bir və ciddi böyük bir sinir və damar olmadığı üçün əlavə heç bir fəsad çıxmır. Onun üçün də bugünkü gündə xüsusilə infarktlı xəstələrdə angiografiyanın ürək damarı yoxlanılmasını əl biləyindəki mil arteriyasından edilməsi tövsiyə edilir. Çünki bugünkü tip ürək xəstəliyindən ölümləri minimuma indirdi. Burada minimuma indiriləcək başqa bir şey fəsadların azaldılmasıdır ki, bunların da xüsusilə infarktlı xəstələrdə ən böyük fəsad giriş yerində damardakı problemlərdən olurdu ki, əldən girilməklə bu fəsadlaşma ehtimalı da olduqca aza indirildi.